10-cu testin izahına baxaq. Bir də compound noun mürəkkəb isimləri istəyir. Servant düzəltmədir, darkness düzəltmədir. 2, 3 olacaq. E variantı. Sonra 2-də month ay deməkdir. Sayılan tək isim qarşısı boş gəlməz. B variantı getdi. Europe Avropadır. Qitə materik adları artiklı işlənməz. Qalır cavabım D variantı. 3-də nöqtələrdən sonra leg, qıç sözü gəlib isimdir. İsimli yiyəlik lazımdır. Bu da olur C variantı. It birdən olduğuna görə its verəcək. Əgər itlər olsaydı, dogs olsaydı, onda their verərdik. Their legs. 4-də əmanın üstünlük dərəcəsidir. Est-most lazımdır. Est-most D qaldı, E qaldı. Best'in D'si yoxdur. Olsa belə yenə də səhvdir. Çünki bestdən sonra sifət yox, isim gəlməlidir. Qalır cavabım E variantı. 5-ə baxıram. 5-də when the given advice is good, deyir verilən məsləhət yaxşı olduqda, məsləhət yəni faydalı olduqda hər kəs demək onu qəbul etməlidir. Refuse, reject rədd etməkdir. B variantında take, follow olar, amma never, hardly inkarlıq bildiyinə görə, yəni əməl etməməlidirlər mənasına gəlir. Qalır A variantı cavabım, accept qəbul edirlər. 6-da passivdə, məchulda yazmalıyam. Mübtədalarım eyni olmaz. Baxıram variantlarda zaten verməyib. Sell indiki zamandır. İndiki zamanın məchul növü əmizar participle to olmalıdır. B variantında əmizar yoxdur. C variantında, D variantında əmizar yoxdur. A qalır, E qalır. Baxın, burada being verib. Əgər bu hissədə ing, yəni davam edici olsaydı, mən davam edici verərdim. Yoxdur deyə sadə indiki zaman məchulunu verəcəm. A variantı 7-də. Because as ikisi də çünki deməkdir. Deməli heç biri deyil, yəni qapalı testdirsə. Diana had her lunch, left canteen. Baxıram ki, ifdir, as soon as'dir. Bunlardan sonra tam cümlə gəlməlidir. Burada xəbər gəlibdir birbaşa. Baxın, həm də xəbərlərim keçmiş zamandadır. Digər testlərdə də bayaq dedik ki, and-lə bağlanırsa sadə keçmiş zaman, bu da ardıcıl hərəkətlər olar. C variantı. 8-də meyvə olsun. Hansı söz meyvəni bildirir? Grape, üzüm, bu asan bir şeydir. 9-da yenə kompleks objektiv. Want 3-cü qrupdur. To istəyəcəkdir. Qaldığım C və D-nin arasında, digərləri səhvdir. Və deyirəm 2 feilin arasında obyekt hal gəlməlidir. Qalır cavabım C variantı. 10-da 10-cu testdə did his parents punish him? Onu valideynləri onu cəzalandırdı. Niyə? Nə zaman? 1-3 C variantı. Kim? Valideynləri bilirəm. Nə cəzalandırdı onu deyə bilmirəm. Məna düz gəlmir. 11-ə baxıram. Move, köçmək, hərəkət etdirmək. Change position. Bəli, move, hərəkət etmək. Fight, döyüşmək. Struggle. Polite-də çirkləndirmək. Make, dorset bu. Olur D variantı. 12-yə baxıram. 12-də məchuldur. Last Monday deyib özdə. Keçmiş zamanın məchulu was və participle to A, B qalır. Documents cəmdə olduğuna görə were olacaq A variantı. 13-də baxıram, nəqliyyat vasitələri gəlibdir. Əgər arada heç nə yoxdursa, birbaşa by verəcəm. Biri götürdüm. Footla 10 olar. Əgər by-la təyin edici gəlibdirsə, bu yanlışdır. Arada heç nə gəlməz. Əgər nəqliyyat vasitəsinin qarşısında təyin edici gəlib, baxın, your deyibdir. Bu zaman by olmayacaq. Maşın taksidə in olacaq. Bəli, doğrudur. 1-3.